Baxın, bu gördüyünüz ərazidə şaftalı bağı olub. Özü də müasir tel əkim sxemi ilə əkilmiş şaftalı bağı olub. Lakin bağ yiyəsi gördüyünüz kimi bağı tamamilə çıxardıb və yerinə alma bağı salacaq. İndi sual olunur ki, niyə bir bağban bu cür etdi? Şaftalı bir meyvə olaraq keyfiyyətli, yəni gəlirli, məsləhətli çeşid deyilmi? Xeyr, yəni şaftalı çox gözəl bir meyvə çeşididir. Sadəcə olaraq bu bağda əkilmiş şaftalı çeşidləri artıq günümüzdə aktuallığını itirmiş şaftalı çeşidlərdir. Daha müasir, keyfiyyətli, qalıcılığı yüksək olan, daha gözəl çeşidlər çıxdığına görə artıq köhnə çeşidlər bazarda öz rəqabətini itirir və istər-istəməz o çeşidlərdən biz imtina etməli oluruq. Yerinə salacaq bağ isə Store in Red və Granny Smith bağı olacaq. Və əsas məqamı da qeyd edeyim, dəyərli izləyicilər. Bax, bu bağda meyvə çeşidi dəyişilir deyə artıq tel əkim sxemində də bir dəyişiklik olacaq. Baxın, bu gördüyünüz dirəklər əvvəlcədən, yəni illərlə bastırılmış dirəklərdir. Baxın, torpağından bilinir artıq. Lakin növbəti dirəklərə baxın. Görəcəksiniz ki, yenidən bastırılmış dirəklərdir, yeni dirəklərdir. Baxın, yeni dirəklərdir. Və növbəti dirəklərimiz yenə əvvəlcədən olan köhnə dirəklərdir. Və növbəti yenə də yeni bastırılmış dirəklərdir. Yəni, bununla nəyi demək istəyirəm? Yəni, hər bir dirəkdən bir yeni dirəklər əlavə olunub. Bu da məsafənin 2 dəfə qısaldılması deməkdir. Dirəklər arası məsafənin 2 dəfə qısaldılması deməkdir. Niyə biz bunu etdik? Səbəb odur ki, bu bağda şaftalı çeşidi olub. Şaftalının da tonajı çox olmasına baxmayaraq, lakin kök sistemi yəni M9-dan fərqlidir. Yəni zaten şaftalı, yəni 15 metrdən məsləhət idimi? Əvvəllər 15 metrdən olub. Yəni 10 metrdən olsa daha yaxşıdır, amma 15 metrdən də bir sıxıntısı olmaz. Yəni, çünki şaftalının kök sistemi daha güclüdür. Zaten öz tonajını öz üzərində saxlaya biləcək. Amma almaya gəlincə isə almanın tonajı da çoxdur və kök sistemi həmin tonajı saxlamaq üçün çox zəifdir. Ona görə də alma üçün məsafə, bizim məsləhət gördüyümüz məsafə ən çoxu 6-7 metr məsafə məsləhət görür. Çünki ondan daha çox olarsa artıq həmin tel əkim sxemində problemlər olacaq. O həmin tonajı saxlaya bilməyəcək. Və həmçinin də daha gözəl olar ki, şəbəkə sistemi quraşdırılsın. Çünki şəbəkə sistemi artıq bir xərc deyildir. Düzdür, xərci çoxdur, amma artıq xərc deyil. Niyə? Artıq xərc odur ki, sən bir əhəmiyyəti olmayan bir şeyə pul verirsən, amma şəbəkə sistemi elə deyil. Şəbəkə sisteminə veriləcək artıq pul gələcəkdə başımıza gələcək 10 qat, 100 qat ziyanının qarşısını alacaq bir puldur. Ona görə məsləhət olaraq ağır tonajlı məhsullar üçün, xüsusən də alma üçün kök sistemi zəif, tonajı çox olan alma üçün mütləq şəkildə dirəklərin yaxın məsafədən bastırılması, maksimum 6-7 metr və şəbəkə sisteminin qurulması məsləhətdir.